Salam, hörmətli izləyicilər. Bir çox varız məni hüquqşünas kimi tanıyırsınız. Sizə bu kanalda hüquq məsləhətləri verirəm. Amma bir gün şəxsimdən bağlı danışmaq istəyən vacib bir məsələdir. Xahiş edirəm hamı mənə dəstək olsun. İkinci kanal yaratmışam. Adı gedir Zarur Ses. İndi bu videonun izahı yerində ya bir yerdə qoyacağım adım. Daxil olub baxa bilirsiniz. Hətta short kanalında videonun üzərində adını yazan oradan daxil olub baxarsınız və abunə olasınız. Niyə? Onu qeyd edim. Ona görə ki, mənim əyri olmağıma səbəbkar, əyri arasında yana olmağıma səbəbkar erməni olub. 1983-cü ildə məni əməliyyat ediblər, başımın arxa nahiyəsindən və əyri ediblər. Mən əyri arabasından asılı olmuşam. Belə deyək, hörmətli izləyicilər. Ona görə 1994-cü ildə, 95-ci ildə mən təsadüfən televiziyada gördüm. Qrasmistik Qarı Kasparovu. İstədim bu ermənilərdən hayfımı alım və şahmat oynamağı öyrəndim. Sonra tarihe getirdi ki, müxtəlif yarışlara getdim. Amma ki, axıra qədər bu belə sahələ maraqlanıb bilmədim. Sonrasa indi bu kanalı yaratmışam. İstəyən burada erməniləri udum. Zarur Ses YouTube kanalında. Ona görə sizin hamınızdan xahiş edim kanala abunə olun ki, 1000 abunə olsun ki, mən canlı yayımı açın oynayım. Bir neçə oyunum var, başqa şəxslərlə oynamışam. Maraqlı oyunlardır. Hətta bu ermənilər haqqında da danışmışam, video var. Baxa bilərsiniz orada, geniş məlumat vermişəm. İndi mən short bölməsində videonun adını qoyacağam. Həmin adına girin daxil olun, baxın. Əgər anlanan bilsə, videonun digər kanalın sırkasını da qoyaram. Əgər alınca videonun izahı yerinə alınmasa, adını qoyuram, Zarur Ses. Girin daxil olun, abunə olun. Mənim şəklini də var orada. Diqqətinizə görə çox sağ olun. Bu mənə çox vacibdir. Zəhmət olmasa, heç olmasa 1000 abunə yığaq. Ki, mən canlı yayım açım, erməniləri orada udum. Sizdən çox şey asılıdır. Gəlin hamımız aktiv olaq. Oradakı videoları bəyənin imkan daxilində. Hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Sağ olun.